Rusiya hüquq mühafizə orqanları 2025-ci ilin yayında Yekaterinburqda qətlə yetirdikləri iki Azərbaycanlının qardaşı Bakir Səfərovu hələ də həbsdə saxlayır. Bakir Səfərovun digər qardaşı, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyib ki, sözügedən hadisələr Rusiya hüquq mühafizə orqanlarının etnik azlıqlara qarşı sistemli ayrı-seçkiliyinin tərkib hissəsidir. Seyfəddin Hüseynli orada həmçinin digər azlıqların, ləzgilərin, talışların və çərkəzlərin də hüquqlarının davamlı pozulduğunu vurğulayıb. Qlobal Infoza danışan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar təzyiqlərə, təhdidlərə və qeyri-qanuni həbslərə məruz qalırlar. Stat: Əslində, bu kimi hallarla rastlaşdıqda vətəndaşlar diaspora təşkilatları vasitəsilə problemlərin araşdırılmasına cəhd edə bilərdilər. Lakin elə ona görə də Rusiya dövləti etnik zəmində fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyətini müxtəlif yollarla və qanunsuz üsullarla məhdudlaşdırır. Beynəlxalq təşkilatlar isə belə kritik vəziyyətlərdə ciddi bir təsir gücünə malik olmurlar. Soydaşlarımıza qarşı cinayətlərə görə Azərbaycan dövləti öz prinsipial mövqeyini açıq şəkildə bildirib və bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində Rusiya hökumətinə təzyiqlər davam etdirilir. Belə bir şəraitdə soydaşlarımızın öz haqlarını qorumaq üçün bir araya gəlməsinə və tələblərini qeyri-formal da olsa hər hansı birlik çərçivəsində təşkil olunmuş şəkildə irəli sürməsi ən azı Rusiyanın yerli idarəetmə orqanları qarşısında müəyyən təsir gücü yarada bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.